لقد أوحي إلى رسول الله أن يجهر بدعوته وليسمع العالم. لا إله إلا الله ولا نعبد إلا إياه. الله أكبر الله أكبر محمد رسول الله. बिस्मिल्लाहिर्रहमानिर्रहीम। अल्लाहुम्मा सल्लि अला मोहम्मद व आले मोहम्मद अलैम्मा वल महदीन वसल्लम तस्लीमन कतीरा। अस्सलामु अलैकुम वरहमतुल्लाहि व बरकातुहू। मेरा नाम मोहम्मद फैज़ान है। मैं ब्लैक बैनर पर यकीन रखता हूँ और इमाम ब्लैक बैनर वालों के साथ है। मैं ये कहना चाहता हूँ जो ऑफिस है वो झूठा है और जो पेज है वो इमाम का नहीं है। ये लोग अल्लाह और उसके रसूल पर झूठ बांधते हैं और मैं इनसे बरी हूँ। अस्सलामु अलैकुम वरहमतुल्लाहि व बरकातुहू। बिस्मिल्लाहिर्रहमानिर्रहीम वल्हम्दुलिल्लाहि रब्बिल आलमीन व सल्लल्लाहु अला मुहम्मदिन व आले मुहम्मद अलैहिम्मत वल महदीन व सल्लम तस्लीमन कसीरा। अस्सलामु अलैकुम व रहमतुल्लाहि व बरकातुहू। My name is Tahir Abbas and I testify that Imam Ahmad al-Hasan alayhi salam is with the black banners and not with the office and not on the Facebook account, and Allah is my witness over it, and I declare myself innocent from them and from their betrayal. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. बिस्मिल्लाहिर्रहमानिर्रहीम। अल्लाहुम्मा सल्लि अला मुहम्मद व आलि मुहम्मद अलैहि वल महदीन व सल्लम तस्लीमा कतीरा। अस्सलामु अलैकुम व रहमतुल्लाहि व बरकातुहू। My name is Bushra Tahir and I testify that Imam Ahmad al-Hasan alayhi salam is with the black banner and not with the office, and I declare myself innocent from the office. Allahumma salli ala Muhammad wa ali Muhammad alayhi wal mahdin wa sallam taslima kathira. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammad wa ali Muhammad al mahdi wa sallam taslima kathira. Bearing Allah as a witness, I declare I believe in Imam Ahmad Hasan alayhi salam. I believe that the Imam alayhi salam is with the black banners, and I, bearing Allah as a witness, declare myself innocent of the office. Allahumma salli ala Muhammad wa ali Muhammad al mahdi wa sallam taslima kathira. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammad wa ali Muhammad alayhi wal mahdi wa sallam taslima kathira. Bearing Allah as a witness, I declare I believe in Imam Ahmad al-Hasan alayhi salam. I believe that the Imam alayhi salam is with the black banners, and I, bearing Allah as a witness, declare myself innocent of the office. Allahumma salli ala Muhammad wa ali Muhammad alayhi wal mahdi wa sallam taslima kathira. Auzu billahi minash shaitanir rajim. Bismillahir rahmanir rahim. Allahumma salli ala Muhammad wa ali Muhammad alayhi wal mahdiin wa sallam taslima kathira. Bearing Allah as a witness, I declare I believe in Imam Ahmad al-Hasan alayhi salam. I believe that the Imam alayhi salam is with the black banners, and I bear Allah as a witness and declare myself innocent of the office. Allahumma salli ala Muhammad wa ali Muhammad alayhi wal mahdiin wa sallam taslima kathira. A'udhu billahi minash shaitanir rajim. Bismillahir rahmanir rahim. Allahumma salli ala Muhammad wa ali Muhammad alima wa mahdin wa sallam taslima kathira. Bearing Allah as a witness, I declare I believe in Imam Ahmad al-Hasan alayhi salam. I believe that the Imam alayhi salam is with the black banners, and I, bearing Allah as a witness, declare myself innocent of the office. Allahumma salli ala Muhammad wa ali Muhammad alima wa mahdin wa sallam taslima kathira. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Mən Azərbaycandan Əzim Cavadov və ofisin ifşasına dair əslində çox söz demək olar, amma qısa konkret deməli olsaq, əslində qara bayraqlar xuruc etməmişdən əvvəl ofisə dair ənsarların arasında çoxlu şübhələr yaranmışdı. Məsələn, mənim yadıma gəlir, Azəri ənsarlardan biri mənə o vaxt demişdi ki, bu Facebookdakı saxta Əhməd Əl-Həsən səhifəsi var idi ki, güya ki, Seyyid Əhməd Əl-Həsən əleyhissalama məxsusdur. O Facebook profilində audio yazı var idi ki, güya Seyyid Əhməd Əl-Həsən əleyhissalama səsidir. O səsə biz diqqətlə qulaq asırdıq. Və birdən həmən Azəri dostum belə bir söz işlətdi ki, sanki imamın səsi dəyişib. Bu həqiqətən də
çox təsir etdi. Və şübhələr yaratdı, amma şübhələrimizi əsaslandıra bilmirdik, çünki hələ qara bayraqlılar xuruc etməmişdi. Və dəfələrlə yuxularımda buzov görmüşəm və buzovun səsini eşitmişəm və bunların da mənasını bilmirdim. Amma qara bayraqlılar xuruc edəndən sonra əlhəmdülillah bu yuxularımın da və bu şübhələrimin də hamısının cavabını tapdım. Və ən qəribəsi isə o idi ki, ofis bu iddialara qarşı heç bir dəlil irəli sürə bilmədi, heç bir isbat irəli sürə bilmədi. Əksinə sadəcə təkfir yolunu tutdu. Qara bayraqlıların münafiq olmasını, güya ki, ağ bayrağa düşmən olmasını göstərmək istədi. Halbuki Qaim əleyhissalamın 2 bayrağı var və biz o 2 bayrağın ikisini də qəbul edirik. Həm ağ bayrağı və həm qara bayrağı üzərində əl-bi'ətü lillah yazılır. Və əslində ofisin yolu hakimiyyətullahın yolu yox, hakimiyyətun-nasın yoludur. Və İraq qüvvələri ilə və sair şeytani qüvvələrlə birləşib cihada getməsi və insanları cihada səsləməsi əslində hakimiyyətun-nas bayrağı altında cihad etməkdir və hakimiyyətullahla hakimiyyətullah heç vaxt bir yerdə olmayıb və ola da bilməz. Və ofisin bu yalanları, bu aldatmacaları, bu xainliklərinə heç vaxt biz qara bayraqlılar olaraq göz yumayacağıq və ofisin bütün iddiaları puçdur və ofisin yolu iblisin və şeytanın. Mən bu sözü səmimi qəlbdən söyləyirəm və cahil və xəbərsiz insanlardan xahiş edirəm ki, ofisə uymayın, ofisin fikirlərinə qulaq asmayın. Ofis iblisin və şeytanın və hakimiyyətullahın yoludur. Mən bu dediyimə Allahın kitabı, Quranı şahid tuturam. Və Allahın kitabına əl basıram ki, qara bayraqlılar, əl-bi'atu billah yazılı olan qara bayraqlılar haqdır, ofis münafiqdir. Və bu günə qədər susmuşduq. Əlhəmdülillah bu gündən sonra ofisin üzünə onun münafiq olduğunu söyləyirik və hakimiyyətullah'a və ofisə lənət deyirik. Vəssalamu aleykum və rahmetullah və bərəkatuhu. Allahümme salli ala Muhammed və ali Muhammed ələimmətə vəl məhdiyyin və səllim təslimən kəthir. Assalamu aleykum. Mən Məmmədova Səfiyyə, Azərbaycan Bakı şəhərində yaşayıram. Bizə bəzi xəbərlər ofisdən gəldi. Ofisin münafiq olmasına indiyə qədər bizim şübhələrimiz var idi. Amma o bu şübhələri aradan qaldırmaqdansa, əksinə, o ona qarşı çıxanları kafir elan etdi. Amma bütün suallarımıza cavab olaraq biz bəzi faktlarla açıq-aşkar rastlaşdıq və onların şahidi olduq. Ofis özünü Əhl-i-Beyt aşıqı kimi göstərmək istəyir. Əhl-i-Beyt tərəfdarı kimi göstərmək istəyir. Amma bu riyakarlıqdır. O əslində Əbu Bəkir və Ömər kimi hərəkət edir və əməllər edir. Hidayət bayrağının təmsilçisi sayan ofis, onu qəbul etməyənləri açıq-aşkar təkfir etdi, günahlandırdı və biz o fitnəsini başladaraq hakimiyyətullah bayrağı altında gizlənib, hakimiyyətün-nasın tapşırıqlarını rahatlıqla icra edib, insanları aldada biləcəyini zənn etdi. Amma Allah onların tələsini, fitnasını dağıtdı və batili ifşa etdi. Və inşallah onlar hidayət bayrağına qarşı etdikləri xəyanətə görə inşallah İmam Sahib-i Zaman əleyhissalam və onun vəsisi və elçisi olan Seyyid Əhməd Əl-Həsən Yamani əleyhissalam qarşısında bütün bu etdikləri xəyanətlərə və münafiqliklərinə görə cavab verəcəklər. Haqq, ədalət Sahib-i Zamanındır. O onun yoludur.
və biz onu səbirsizliklə gözləyirik. Haqqı, ədaləti o yalnız bilir və o yalnız bu dünyada, yəni biz insan dünyasında qanununu o qoya bilər. Əssalamu əleykum və rəhmətullahi və bərəkatuhu. Əssalamu əleykum və rəhmətullahi və bərəkatuhu. Mən Cəfərov Əli Yaşar, 21 yaşım var, Azərbaycanda Bakıda qalıram. Son günlər baş verənlər biz ənsarları çox təsirləndirdi. Ofisin xəyanəti göz qabağındadır. İmam Əhməd Həsən əleyhissalamın adından istifadə edərək Facebookda saxta bir profil açıblar. Afrikada ənsarlara kömək etmək əvəzinə haqlarını yeyirlər və ənsarların göndərdiyi pulları öz ciblərinə qoyurlar. Ən əsası da Əhməd Həsən əleyhissalamın naibi kimi özlərini təqdim edirlər. Əslində Bəni Abbasa xidmət etməkləri və Seyyid Əhməd Həsən əleyhissalamın hidayət bayrağından və hakimiyyətullahdan insanları hakimiyyətunasa çağırırlar. Ofisin münafiq olmasını ispat edən faktlardan biridir bu. Mən ofisi inkar edirəm və qara bayraqları dəstəkləyirəm. Bunlardan əlavə demək istəyirəm ki, özünüzə sual verin. Başqa ənsarların haqlarını yeyənlər Əhməd Həsən əleyhissalamın naibi ola bilərmi? Biz hamımız bilirik ki, dünənə qədər zalim İraq dövləti Əhməd Həsən əleyhissalamı axtarırdılar və öldürmək istəyirdilər. Allah onları lənət eləsin. Bəs necə oldu? Bugün ofislə İraq dövləti birləşib ənsarları cihada çağırırlar. Özünüzə bir sual verin. Bundan əlavə Əhməd Həsən əleyhissalam 313 əsabaları yığmadan cihad eləyərmi? Və sizin aranızda ənsarlar ki cihada gedirlər, onlardan soruşun. Əhməd Həsən əleyhissalamı ofisdə yaxud da cihadı çağıran yerlərdə gördülərmi? Və yaxud da 313 əsabalardan gördülərmi? Xahiş edirəm qardaşlar, adi ofisin qara bayrağına baxanda cihad bayrağına, masonların nişanlarını görərsiniz. Elə olmaz. Xahiş edirəm, əgər haqqı tapmaq istəyirsinizsə, gecikdirmədən Allah'tan istəyin haqqı və əlbəttə ki, mehriban olan, rəhimli olan Allah sizə haqqı göstərəcək. Əssalamu əleykum və rəhmətullahi və bərəkatuhu.